Bugün İmam Hüseyin Məclisinin 10-cu günü, Aşura günü. Gəlmişik Pirəsən ziyarətgahın ziyarət eləməyə, ilk növbədə şəhid Təbrisin nurlu qəbrini ziyarət edəcəyik. Allah o dünyasını versin. Allah bütün dünyadan köçənlərimizi, bütün şəhidlərimizi rəhmət eləsin. Allah o dünyasını versin. Əzizlərim, bizi bu günləri yaşadan şəhidləri heç vaxt unutmayaq. Allah o dünyalarını versin, Allah qəbirlərini nurla doldursun. Allah övladlarına can sağlığı versin, övladların qorusun, ailəsini qorusun, yoldaşın, anasın, atasın, Allah hər birinin muradlarına çatdırsın.